Salam əziz şagirdlər. Çevrə bölməsinin 4-cü bölməsinin suallarını izah edəcəm. Sual 1. Deyir ki, katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu soruşur. Yəni, burada bura 6, bura 8 isə Pifagor teoreminə görə C, yəni hipotenüs 10-dur. Bilirik ki, düzbucaqlı üçbucaqda da böyük R, yəni xaricə çəkilmiş çevrənin radiusu C bölü 2-yə bərabərdir. O da bərabərdir 10 bölü 2 5-ə bərabər olacaq. Yəni cavab burada B variantıdır. İkinci sual eyni sualdır. Üçüncü suala baxaq. Deyir ki, düzbucaqlı üçbucağın katetləri nisbəti 3 bölü 4 və xaricə çəkilmiş çevrənin radiusu 2,5 cm-dir. Daxilinə çəkilmiş çevrənin radiusunu soruşur. Yenə düzbucaqlı üçbucağı çəkirəm. Bura 3K deyirəm. Bura 4K deyirəm. Onda Pifagor teoreminə görə bura 5K olacaq. Buradan yenə R 2,5K'dır. 2,5K, yəni 2,5K xaricə çəkilmiş çevrənin radiusudur. Bu da 2,5'ə bərabərdir. Onda mən buradan K'nı 1 alıram. K 1-dirsə katetlər olur 3, 4 və 5. Daxilə çəkilmiş çevrənin radiusunu soruşur. O da bizə verəcək 3 üstəgəl 4 minus 5 bölünsün 2. O da bərabər olacaq nəyə? 1-ə. Yəni cavab nə olacaq burada? B variantı olacaq. Dördüncü sual eyni sualdır. Bunu özünüz yazarsınız. Keçək 5-ci suala baxaq. 5-ci sualda nə deyir? Radiusu 5,5 olan çevrə daxilinə çəkilmiş düzbucaqlı üçbucağın hipotenüsü, yəni çevrənin daxilinə düzbucaqlı üçbucaq çəkilibsə, belə çıxır ki, çevrənin üçbucağın xaricinə çevrə çəkilib. Xaricə çəkilmiş çevrənin radiusu 5,5-dirsə, deməli hipotenüsü nə olacaq? 11 olacaq, 2 qat olacaq. 6-cı sual eyni sualdır. Özünüz yazarsınız. 7-ci suala baxaq. Deyir, bərabər yanlı düzbucaqlı üçbucağın katetləri 10 kök 2-dir. Deməli, bərabər yanlı düzbucaqlı üçbucaq çəkirəm. Katetlərinə deyirəm 10 kökdə 2 buradır. 10 kökdə 2 buradır. Bura 90 dərəcədir. Onda hipotenüs olacaq 20. Onda C, yəni radius bərabər olacaq 20-nin yarısı 10. Onda C bərabərdir 2 pi R olacaq. O da bərabərdir 2 vurulsun. Pi'nin yerinə yazıram 3,14, R'in yerinə yazıram 10. O da mənə verəcək, deməli 62,8 verəcək. Yəni cavab olacaq Y variantı. 8-ci suala baxaq. Deyir, düzgün üçbucağın tərəfi 6 kök 3-dür. Bu üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu soruşur. Düzgün üçbucaq bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu R bərabərdir A kök 3 bölü 3-dür. A-nın yerinə 6 kök 3 yazsam, yazıram 6 kök 3 vur kök 3 bölünsün 3. Bu da mənə 6 verəcək. Radius 6-dırsa, onda C bərabərdir 2 pi R-dir. 2 pi-ni vururam 6-ya. O da mənə verəcək? 12 pi verəcək. Yəni cavab da nə olacaq? A variantı olacaq. 9-cu sualda nə deyir? Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi düzbucaq təpəsindən A santimetr məsafədədir. Yəni düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilib. Bunu bu şəkildə təsvir edək. Deməli, bu çevrədir. Bunun çevrənin xaricinə elə bir ki, düzbucaqlı üçbucaq çəkilib. Deyir ki, daxilinə çəkilmiş çevrənin mərkəzi düzbucaq təpəsindən, bura R-dir. Eyni qayda ilə burada R-dir. Düzbucaq bu mərkəz O nöqtəsi düzbucaq təpəsindən C deyək bura A deyək.
Burada B deyək. A məsafədədir. Yəni bura A-ya bərabərdir. Bilirik ki, burada kvadrat alındı. Bu CO məsafəsi kvadratın diaqonalıdır. Kvadratın diaqonalı R kök 2-yə bərabərdir. Yəni mən burada yazıram R kök 2, o da A-ya bərabərdir. Onda buradan R bərabər olacaq. A bölünsün kök altda 2. Bunun məxrəcində kökdən azad edəsək, A kökdə 2 böl 2. Onda C bərabərdir 2 pi R düsturundan. 2 pi vur R'in yerinə A kök 2 böl 2 yazsaq, 2'lər ixtisar gedir. Bu da mənə verəcək A pi kök altında 2. Yəni cavab burada nə olacaq? C variantı olacaq. 10-cu sualda deyir ki, bərabər yanlı düzbucaqlı üçbucağın daxilinə bu üçbucaqla ortaq düzbucağa malik bir təpəsi hipotenüs üzərində yerləşən və perimetri 10 cm kvadrat çəkilib. Yəni burada kvadrat, hər bir kvadratın hər bir tərəfi 10 cm-dir. Burada 10'dur. Burada 10'dur. Onda belə çıxır ki, bu məsafə 10 kökdə 2 olacaq. Eyni qayda ilə bu məsafə xaricə çəkilmiş çevrənin radiusudur. Çünki xaricinə çəkilmiş çevrənin mərkəzi hipotenüs ortasında olur. Yəni mən bunun xaricinə çevrə çəksəm, bu xaricə çəkilmiş çevrənin radiusu olacaq. Yəni buradan bura 10 kök 2-dirsə, burada 10 kök altda 2 olacaq, burada 10 kök altda 2 olacaq. Xaric çəkilmiş çevrənin uzunluğunu soruşur. Perimetri 20-dirsə, mən ürütürəm, burada yüngülvari səhv etdim. Perimetri 20-dirsə, tərəf 5 olacaq. Yəni bura 5 olacaq, burada 5 olacaq, eyni qayda burada 5 olacaq. Onda diaqonal olacaq nə? 5 kök 2. Onda bu radiuslarda hər biri olacaq nə qədər? Radiuslarında hər biri olacaq. Bir də onu təzdən yazaq. Bir dəqiqə. Deməli, tərəf oldu 5, burada oldu 5, burada oldu 5, burada oldu 5. Onda radius bura oldu 5 kök altda 2. Bu 5 kök altında 2 həm də çevrənin radiusudur. Çünki burada 5 kök altda 2'dir, burada 5 kök altda 2'dir. Yəni mən bunun xaricinə baxaq, çevrə çəkəsi olsaq, onda bax, çevrənin radiusu 5 kök altda 2 olmuş olur. Onda C bərabərdir 2 pi R düsturundan. R'in yerinə 5 kök altda 2 yazsaq, 10 kökdə 2 pi olacaq. Cavab C variantı olacaq. 11-ci suala baxaq. 11-ci sualda deyir ki, bərabər yanlı düzbucaqlı üçbucağın daxilinə iki təpəsi hipotenüs, digər iki təpəsi katitlər üzərində və perimetri 40 cm kvadrat çəkilib. Yəni burada 10'dur, burada 10'dur, burada 10'dur, burada 10'dur. Bura 45 dərəcədirsə, eyni qayda burada 45 dərəcədir. Belə çıxır ki, burada 45 dərəcədir, burada 45 dərəcədir. Yəni bu hissələr kvadratın tərəfinə bərabərdir. Burada 10 olacaq, burada 10 olacaq. Onda mən nə tapdım burada? Hipotenüzü tapdım 30, radius olacaq 15. Yəni hipotenüzün yarısı olacaq xaricə çəkilmiş çevrənin radiusu. 12-ci sual. Deyir, təpədəki bucağı 120 dərəcə olan bərabər yanlı üçbucaq radiusu 6 cm olaraq çevrənin daxilinə çəkilib. Yəni belə bir bərabər yanlı üçbucaqdır. Bu bərabər yanlı üçbucaq belə bir şeydir. Bura 120 dərəcədir. Düzdür, bura 120 dərəcədir. Biz belə bir qayda bilirdik ki, A bölünsün sinus alfa bərabərdir 2R. Sinuslar teoremi. Yəni bura 120 dərəcədirsə, bu bucaqda 30 dərəcədir, bu bucaqda 30 dərəcədir. Mən bura A desəm, yazıram ki, A bölünsün sinus 30 dərəcə, yəni 2'də 1 bərabərdir 2R-ə. Buradan 2A bərabərdir 2R-dirsə, R də nəyə bərabərdir? A-ya bərabərdir. A-nı da bizə nə verib? Radiusu da R-i də 6 verdiyinə görə A da bizə 6 verəcək. Yəni cavab nə olacaq? D variantı olacaq. 13-cü sual eyni sualdır. Bunu özünüz yazarsınız. Keçək növbəti suala. 14-cü sualda baxaq görə burada nə deyir? Bu da yenə, burada da 14-cü sualda da yenə eyni düsturdan istifadə edəcəyik. Deməli, ABC üçbucağı bizə ABC üçbucağı çəkirik bura. Bura A, bura B, bura C. AB-ni bizə verib 12. Sinus C-ni, bura alfa deyək. Onda yazacaq ki, yenə 12 bölünsün sinus C, yəni sinus alfa bərabərdir 2R-ə.
Burada 12'nin yerin onda 12 bölünsün sinüs alfa bərabərdir 16'ya. Buradan isə sinüs alfa bərabər olacaq 12 bölünsün 16, o da bərabərdir 4'də 3'ə. Yəni cavab burada nə olacaq? D variantı olacaq. 15-ci sualda yenə eyni formada yazırıq. Üçbucağın xaricinə radiusu 6 cm olan çevrə çəkilmişdir. Üçbucağın bir bucağının sinusu 4'də 3'ə bərabərdir. Deməli, bu bucaq qarşısındakı tərəfi tapırıq. Yazırıq A bölünsün sinus alfa bərabərdir 2'yə, yəni 12'yə. Buradan A bölünsün 4'də 3 bərabərdir 12'dir. Buradan alınır ki, A bərabərdir 12'ni vururam 4'də 3'ə. O da bərabər nə olacaq? 9 olacaq. Yəni cavabı da nə olacaq? D variantı olacaq. 16-cı sualda deyir ki, bərabər tərəfli üçbucağın və təpələri bu üçbucağın tərəflərin orta nöqtələri olan üçbucağın xaricinə çəkilmiş çevrələrin radiusları nisbətini soruşur. Yəni belə bir şey, bərabər tərəfli üçbucağı biz burada çəkək və bunun tərəflərinin orta nöqtələrini birləşdirək. Baxın, burada elə bir ki, iki dənə bərabər tərəfli üçbucaq bir-birinin daxilindədir. Yəni mən bura A desəm, onda bu böyük tərəf 2A olacaq. Eyni qayda ilə, yəni bunun bütün tərəfləri A-dır, böyük üçbucağın tərəfləri isə 2A-ya bərabərdir. Ümumiyyətlə belə olan sual, bu tip suallarda xaricə çəkilmiş çevrənin radiusları nisbəti tərəflər nisbətinə bərabərdir. Tərəflər nisbəti 2A-nın A-ya nisbəti, yəni 2'nin 1'ə nisbəti olduğundan radiuslar nisbəti də 2'nin 1'ə nisbətidir. Yəni cavab burada A variantıdır. 18-ci suala baxaq. Deyir, hipotenüs 12 cm. Hipotenüs 12 cm. İti bucaqlarından biri 60 dərəcə olan. Deməli, düz bucaqlı 3 bucaqdır. Düz bucaqlı 3 bucağın hipotenüsü 12'dir. İti bucaqlardan biri 60 dərəcədir. Digər iti bucaq 30 dərəcədir. Onda bura 6 olur. 60 dərəcənin qarşısı 6 kök altında 3 olur. Daxilə çəkilmiş çevrənin radiusunu soruşur. Onda R bərabər olacaq 6 kök altında 3 üstə gəl 6 çıx 12, yəni minus 6 bölünsün 2. O da bərabərdir. Deməli 3 kök altında 3 minus 3. 3'ü də mötərizə xaricinə çıxarsam kök altında 3 minus 1 olacaq. Yəni cavabı da nə olacaq? A variantı olacaq. 19-cu sual. Deyir ki, bərabər yanlı 3 bucağın oturacağa çəkilmiş hündürlüyü 20 cm-dir. Deməli bu belədir. Bərabər yanlı 3 bucağın oturacağa çəkilmiş hündürlüyü 20 cm-dir. Bura 20 cm-dir. Sonra deyir ki, oturacağın yan tərəfə nisbəti. Yəni yan tərəfə mən oturacaq 4K deyirəm. Yan tərəfə 3K deyirəm. Burada 3K olacaq. Bizə nəyi soruşur burada? Üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu soruşur. Onda R bərabər olacaq 2 vurulsun sahə bölünsün perimetr. Bu üstünü hesablayırıq. Burada ayrıca kana tapmağa gərək yoxdur məncə. Bir dəqiqə sahəni K ilə ifadə edək. Sahə nəyə bərabər olacaq? S bərabər olacaq 2'də 1 AH, yəni 4 kanı vururam 20'yə bölürəm 2'yə. 4 kanı 20'yə vurub 2'yə böləndə eləyir 40K. Sahə perimetrisi olacaq neçə K? 10K. Gətirib qiymətləri burada yerinə yazanda 2 vur sahə, yəni 2 vurulsun 40K bölünsün 10K. O da mənə verəcək 8 verəcək. Yəni cavab nə olacaq burada? B variantı olacaq. 20-ci suala baxaq. 19, 20 eyni sualdır. 20 eyni sualdır. Bunu özünüz yazarsınız. 21-ci suala baxaq. İti bucağı 60 dərəcə olan düz bucaqlı 3 bucağın kiçik kateti 2 olarsa 3 bucağın daxilinə çəkilmiş çevrənin radiusu. Bu yuxarıdakı sualdan eyni sualda meyve yoxdur yazaq bunda. Deməli belə bir şeydir. İti bucağı 30 dərəcə, bura 30 dərəcədir. Onda yuxarıdakı bucaq 60 dərəcədir. Kiçik kateti, kiçik bucağın qarşısındakı tərəfdir. Yəni bura 2'dir. Onda hipotenüs 4 olacaq. Bu biri katet 2 kök altında 3 olacaq. Onda R soruşur məndən. R bərabərdir 2 kök 3 üstə gəl 2 çıx 4. 2 kök 3 minus 2 böl 2. 2'ni mötərizə xaricinə çıxardığında kök 3 minus 1 olacaq. Yəni cavab burada C variantı olacaq. 22-ci sual tərəfləri 10, 12 və 10 olan üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu soruşur.
Bunu bu düsturdan yazacağıq. R bərabərdir A vur B vur C böl 4 vur sahə. Deməli, bərabər yanlı 3 bucaq çəkirik bura. Bu tərəf 10, bu tərəf 10, bu tərəf 12-dir. Onda mən aşağı hündürlük endirsəm, bu 6 bölünəcək, onda hündürlük olacaq 8. Onda sahə bərabər olacaq. 12 vurulsun 8, bölünsün 2, o da olacaq 48. Gətirib qiymətləri burada yerinə yazsam, 10 vur 10 vur 12 bölünsün 4 vurulsun 48. Burada qalacaq 1, burada qalacaq 4, sürət olacaq 100, məxrəc olacaq 16, bunu bir dəfə də ixtisar edə bilərik, olacaq 25 böl 4. Yəni cavab burada A variantı olacaq. Keçək növbəti suala baxaq. 23-cü sual eyni sualdır, onu özünüz yazarsınız. Burada daxilə çəkilmiş çevrənin radiusunu deyir, yəni 2S böl P ilə yazacaqsınız. 24-cü suala baxaq. Əslində bu da elə eyni sualdır, amma baxaq deyir, oturacağı 10 cm. Yəni oturacağı 10 cm-dir, bərabər yanlı 3 bucaqdır bu yenə. Deməli, yan tərəf 13, bura 13, bura 10-dursa, mən yuxarıdan aşağı hündürlük endirsəm, bura 5, bura 5 olur, onda bura olur 12. Onda sahə bərabər olacaq. 10 vurulsun 12 bölünsün 2. Bu da mənə verəcək 60. Onda R bərabər olacaq. 13 vur 13 vur 10 bölünsün 4 vur S. 4 vur sahə. Yəni 4 vurulsun 60. Bu da bərabər olacaq. 169 bölünsün 24. Cavab edəndə verəcək Y variantı verəcək. 25-ci sualda eyni. 25-ci suala baxaq. Oturacağı 24, yan tərəfi 15 olan bərabər yanlı 3 bucağın daxilinə çəkilmiş çevrənin radiusu. Oturacağı 24, yan tərəfi 15, bu yan tərəf 15-dir, bu yan tərəf də 15-dir. 3 bucağın daxilinə çəkilmiş çevrənin radiusunu soruşur. Yenə burada bu 12 bölünəcək. Onda belə çıxır ki, bura 9 olacaq, sahə bərabər olacaq. 12 vurulsun, 24 vurulsun 9 bölünsün 2, bu deyəcək 108. Onda R bərabər olacaq, daxilə deyir, balaca R-dən danışır, 2S böl P, 2 vurulsun 108 bölünsün perimetr, 15, deməli 30 da 24, 54. Bu da bizə 4 verəcək. Yəni cavab burada nə olacaq? 4 verəcək. 26-cı sualda nə deyir? 26-cı sualda deyir, 3 bucağın bucaqları 2, 3, 7 nisbətindədir. Əvvəlcə bucaqları tapaq. 26-cı sualın həllini buradan yazaq. Yəni 2K plus 3K plus 7K bərabərdir 180-dir. Buradan 12K 180-dirsə, K 15-dir. Onda 2K 30'dur, 3K 45'tir, 7K 105'tir. Onda 3 bucağa baxaq. Bura 30 dərəcə. Bura 105 dərəcə. Bura isə 45 dərəcə. Deməli, bizə deyir ki, onun kiçik tərəfi. Kiçik tərəf kiçik bucağın qarşısının tərəfdir. Yəni bu adı, bunun qarşı tərəf 30 dərəcə. Yazırıq ki, A bölünsün sinüs alfa, yəni sinüs 30 dərəcə bərabərdir 2-yə, yəni 18-ə. Buradan sinüs 32-də 1, A-nı 2-də 1-ə böləndə 2A olur. 2A bərabərdir 18-dir. A da bərabər 9-dur. Yəni cavab nə olacaq burada? A variantı olacaq. Keçək 27-ci suala. 27-ci sual belədir. Deməli, çevrənin mərkəzidir bura. Bura odur. Belə bir şeydir. Bura M deyirəm. Bura isə N deyirəm. Bura R'dir. Eyni qayda burada R'dir. Eyni qayda ilə burada R'dir. Eyni qayda ilə burada R'dir. Əgər B-də 3-dürsə, DM də 3-dür.
DA 10'dursa, onda NA da 10'dur. Onda yazırıq ki, burada Pifagor teoremindən katetlərin kvadratları cəmi bərabərdir hipotenüzün kvadratına. R üstəgəl 3'ün kvadratı üstəgəl R plus 10'un kvadratı bərabərdir 113'ün 169'a. Buradan da R'in 2 olduğunu görürük. Yani bu tane həlləmə gerek yoktur. R'in yerini 2 yazanda bura olur 5, kvadratı 25. Burada R'in yerini 2 yazanda deməli olur 12, kvadratı 144, bize 169 verir. Yani R 2'dir. Çevrənin uzunluğunu soruşur. 2 pi düsturundan olacaq 4 pi. 28-ci sual eyni sualdır. 29-cu suala baxaq deyək. 60 dərəcəlik bucağın qarşısındakı tərəfin uzunluğu 9 olarsa xaricinə çəkilmiş çevrənin radiusunu soruşur. Yenə bu eyni düsturdur. Sinuslar teoremi. A bölünsün sinus alfa bərabərdir 2 A bölünsün sinus 60, yəni kök altda 3 böl 2 bərabərdir 2 18'ə. Buradan A nəyə bərabər olacaq? Deməli 18'i vururam kök 3. Yox, tərəfi bizə verib burada. Mən tərsinə yazdım. Tərəf bizə verib 9, eri soruşur. Yəni A tərəfi 9 verib. 9 bölünsün kök altı 3 bölü 2, yəni sinus 60 dərəcə bərabərdir 2 yerə. Buradan alınacaq ki R bərabər olacaq. R bərabər olacaq. Bunu belə yazaq da 9 bərabər olacaq kök altında 3 R. Yəni kök 3 bölü 2'ni 2 yerə vurdum. Buradan R bərabər olacaq 9 böl kök 3. Bunun da məxrəcini irrasionaldan azad eləsək kök 3 bölü 3 olacaq. Cavab C variantıdır. 29-cu sualda cavab C variantıdır. 30-cu sual eyni sualdır bu da. Yenə A bölünsün sinus 45 bərabərdir 2 R. A bölünsün kök 2 böl 2. A'nı da bize 6 verib də. A 6'dır. Bərabərdir 2 R. Buradan alınacaq ki 6 bərabər olacaq kök altında 2 R. Buradan R bərabər olacaq 6 bölü kök altında 2. Bu da bərabərdir 3 kök 2. Oturacağı 4'ə yan tərəfi 6'ya bərabər olan. Burada 4'dür. Yan tərəf 6'dır. Bu yan tərəfdə 6'dır. Üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrələrin radiuslarını soruşur. Burada ayrıca belə eləsək mənə daha yaxşı olacaq. R bərabər olacaq. Böyük yeri balaca yerə vuraq. Görə nə deyir burada? Böyük yeri balaca yerə vuranda deməli böyük R A, B, C böl 4S'dir. Balaca R isə 2S böl perimetrdir. A plus B plus C'dir. Bu 2S'ləri mən burada ixtisar etsəm, onda sürət olacaq ABC, məxrəc olacaq 2 vurulsun A üstəgəl B üstəgəl C. Qiymətləri gətirib burada yerinə yazanda 6 vurulsun 4 bölünsün 2 vurulsun nə? Deməli 6 plus 6 12 16. 6 plus 6 12 vurulsun 16. Burada ixtisarlar eləyək. Deməli qalır burada 1, burada qalır 4, onda 4 tam onda 5 bizə verəcək. Yəni cavab Y variantı olacaq. Yəni burada ayrıca saha tapmaq gərək yoxdur. Çünki sahalar burada ixtisar gedir. 31-ci sual bu şəkildə keçək. 32'yə baxaq 32-ci sualda nə deyir? Bu eyni sualdır. Bunu daha yazmıram. 33-cü məsələyə baxaq. Burada yüngülvari bir dənə problem var. Bu E nöqtəsi O nöqtəsi hipotenüs üzərindədir. Yəni burada MN 18'dir. MYN 45 dərəcədir. MN onda biraz ki bu bucaqda 45 dərəcə olacaq. Diametrə söykəndiyinə görə burada 90 dərəcə olacaq. Bura 18 isə, burada 18'dirsə, onda hipotenüs olacaq 18 kökdə 2. Bizə M10'u soruşur. M10 da xaricə çəkilmiş çevrənin radiusu olduğuna görə 18 kökdə 2'nin yarısıdır. Cavab burada Y variantıdır. 34-cü sualda nədir bizə? Deyir ki, ABC 3 bucağının B bucağının
120 dərəcə və tənbölənlərin kəsişmə nöqtəsi M olarsa, AMC və ABC üçbucaqlarının xaricinə çəkilmiş çevrələrin radiusları nisbətini soruşur. Deməli, burada məsələ belədir. Mən 120 dərəcəlik, yəni belə bir üçbucaq çəkirəm bura. Bura 120 dərəcədir. Bura A, bura B, bura isə C-dir. İndi bundan sonra mən nə edirəm? Baxın, buranı K yazıram. A ilə K-nı birləşdirirəm. Yox. Problem yoxdur. Burada da eyni formada yazıram. Burada bir dənə L deyirəm. Kəsişmə nöqtələrini isə M nöqtəsi deyirəm. Bilirik ki, bu bucaqda tənbölənlərin kəsişməsi, tənbölənlər arasında qalan bucaq, bu bucaq 90 dərəcənin üzərinə bunun yarısını gəlirik. O da bizə 150 dərəcə verəcək. İndi mən birinci R1-i tapıram. R1-i tapıram. R1 nədir? R1 hansı üçbucağa aiddir? ABC-nin xaricinə çəkilmiş çevrənin radiusunu deyirəm. Böyle R1 deyirəm. Onda 2R1 bərabər olacaq. Bu tərəfə A deyirəm. Yazıram. A bölünsün sinus 120 dərəcə. Burada mənə R lazımdır axı. R lazımdır. Onda buradan R1 bərabər olacaq. A bölünsün sinus 120 dərəcə. Yox, 2 sinus 120 dərəcə. Düzdür? 2'də 1'ə vururam da hər tərəfi. Burada 2 sinus 120. Sinus 120 bir də kök 3 bölü 2 verdiyindən, yəni sinus 120 ilə sinus 60 verəcək bizə. Onda bu olacaq A bölünsün kök 3. Yəni R1'i tapdım. R2 isə AMC üçbucağının xaricinə çəkilmiş çevrənin radiusudur. Yazırıq yenə 2R2, yəni sinuslar teoremindən. 2R2, burada yazaq da ABC qabağında yazaq ABC üçbucağı, qoy bilinsin. Buraya isə yazırıq AMC üçbucağı. Bərabərdir A bölünsün sinus 150'yə. A bölünsün sinus 150'yə. Buradan da R2 bərabər olacaq. A bölünsün 2 sinus 150 dərəcə. Sinus 150 bizə 2'də 1 verdiyinə görə bu da elə A-ya bərabərdir. Mənə R1'in R2'yə nisbətini soruşur. Yox, R2'in R1'ə nisbətini soruşur. O da mənə nə verəcək? Kök 3 verəcək. Cavabı burada B variantı olacaq. Keçək 35-ci suala. 35-ci sualda nə deyir bizə? Deyir ki, A, B, F, Y nöqtələri eyni çevrə üzərində olan nöqtələrdir. Yəni, mən burada bir dənə çevrə çəkməyə çalışacağım. Bax, fikir verin, belə bir şeydir. Yox, bir dəqiqə. Belə bir şeydir. Bax, bu nöqtələr çevrə üzərindədir. İndi mən burada nə deyirəm? Bax, bu tənbölən veribsə, yəni bu bucaq alfa, bu bucaq alfadırsa, bu tənböləndirsə mütləq, bu yazı qeyd edirəm ki, burada BF qövsü ilə FY qövsləri bir-birinə bərabər qövslərdir. Nəyə görə? Çünki bu qövslərin hər biri 2 alfadır. Əgər o qövslər bərabərdirsə, deməli BF vətəri ilə də FC vətəri bir-birinə bərabərdir. Bunu qeyd elədim. Onda belədir ki, burada 4'dürsə, burada 4'dür. Sonra deyir ki, bizə AYF 2 bucaq C-yə bərabərdir. Yəni, mən bura alfa deyirəmsə, onda bura 2 alfadır. Bura 2 alfadırsa, ondaki yuxarıdakı bucaq da alfadır. Çünki xarici bucaq ona qonşu olmayan ki, daxili bucağın cəmidir. Onda belə çıxır ki, FYS 3 bucağı, FYS 3 bucağı bərabər yanlı 3 bucaqdır. Əgər F'yə 4'dürsə, Y'sə də 4 olacaq. Burada cavab nə olacaq? B variantı olacaq. 36-cı sualda nə deyir? Deyir, xaricinə və daxilinə çəkilmiş çevrələrin radiusları fərqi kök 3 olan. Xaricinə çəkilmiş çevrənin radiusu A kök 3 böl 6'dır. Üzr istəyirəm 3'dür. Daxilinə isə A kök 3 böl 6'dır. Bunların fərqi kök 3'dür. Kökləri mən burada ixtisar edirəm. Oluyor 3'də 1 A minus 6'da 1 A bərabərdir 1'dir. Hər tərəfi 6'ya vursaq
Onda 2A minus A bərabərdir 6'dır. A-nı tapdım 6. A 6'dır. Yəni bərabər tərəfli üçbucağın tərəfi oldu 6. Perimetrdə olacaq 18. 37-ci suala baxaq. 37-ci suala bax nə deyir? Deyir ki, bərabər yanlı üçbucağın Neyse. Deməli belə bir şeydir. Bərabər yanlı üçbucaq bizə verilib. Yazaq A. Bura A. Bura B. Burada C. Deməli mən bunun daxilinə deyir ki, bərabər yanlı üçbucağın daxilinə çəkilmiş 4,5 radiuslu çevrə təpədən başlayaraq 1,3 nisbətində bölünür. Deməli bunun hündürlüyünü çəkirəm. Hündürlük burada tam O nöqtəsindən keçir. Ümumiyyətlə, bərabər yanlı üçbucaqda hündürlük tam çevrənin mərkəzindən keçir. Yəni, oturacağa çəkilmiş hündürlük həmişə tam çevrənin mərkəzindən keçir. İndi bura K deyək. Bura isə bir dənə C deyək. C demişdir, D deyək. Belə çıxır ki, BK burada, yazaq burada. BK K'dır. KD isə 3K'dır. KD burada diametrə bərabərdir. Radius 4,5-də deməli diametr 9-dur. Yazıram bura ki 3K 9-a bərabərdirsə K 3-ə bərabərdir. Belə çıxır ki, BD hündürlük bura 3-dür. KD isə 9'dur. Onda BD burada qeyd edirəm ki, BD 12'ye bərabərdir. BD-ni tapdım 12. İndi bax, buradan bura bir perpendikulyar indirirəm. Çünki radius toxunana nədir? Perpendikulyardır. Burada bir dənə M deyirəm. Onda baxın, BO olur. BO olur nə qədər? Bax, BO məsafəsi olur 7,5. Radius 4,5'dir. Yox, yuxarıda BK-da K demiş, yaxı K-da 3'dür. Onda 7,5 olur. Burada 4,5'dir. Mən bura bir dənə A deyirəm. Pifagor teoremindən A-nı tapıram. A da bərabərdir. Kökü altında 7,5'in kvadratı çıxılsın 4,5'in kvadratına. Bu da bərabərdir. Kökü altında fərq vur cəm. Fərqi 3 eləyir. Cəmi isə 12 eləyir. Bunları da bir-birinə kök altı 36 eləyir. O da 6 verəcək. Deməli, biz bunu tapdıq 6. B-m oldu 6. İndi DC-yə bir dənə x desəm, onda burada x olacaq. Onda Pifagor teoremindən olacaq ki, 12'nin kvadratı, yəni bu hündürlüyün kvadratı, üstəgəl x-in kvadratı bərabərdir 6 üstəgəl x-in kvadratı. Bu tənliyi həll edirəm. 144 üstəgəl x kvadratı bərabərdir 12, 36 üstəgəl 12x üstəgəl x kvadratına. X kvadratlar gedir. Buradan alınacaq ki 144 36 108 108 bərabərdir 12x-dir. X də bərabərdir 9'dur. Yəni x tapdıq 9. Bizə AC-ni soruşur. Bura 9'dursa, burada 9'dur. AC nə olacaq? 18 olacaq. Cavab burada Y variantı olacaq. 38-ci sual. Radiusu kök 2 olan çevrə daxilinə çəkilmiş bərabər yanlı düzbucaqlı üçbucağın bərabər yanlı düzbucaqlı üçbucaq çevrənin daxilinə çəkilib. Yəni üçbucağın xaricində çevrə çəkilib. Belə bir şeydir. Bax, üçbucaqdır, bərabər yanlı üçbucaqdır. Bunun xaricinə isə nə çəkilib? Çevrə çəkilib. Radius 2 kök 2-dirsə, onda bura olur 2 kök 2. Bura 2 kök 2-dirsə, burada 2'dir, burada 2'dir. Katetin uzunluğunu soruşur. Katetin uzunluğu 2 olacaqdır. Məlum məsələdir. Katetin uzunluğu 2 olacaq. 39-cu sual deyir, radiusu 6 kök 2 olan çevrə daxilinə ABC üçbucağı çəkilmişdir. Belə bir üçbucaqdır. Bura A, bura B, bura C, bura deməli 100 dərəcədir.
A bucağı 35 dərəcədir. Onda 35, 100, onda beləsi ki, bura 45 dərəcədir. Bizə deyir ki, AC tərəfinin uzunluğunu soruşur. Bura mən x deyirəm. Yenə sinus teoremindən yazıram. X bölünsün sinus 45, yəni kök 2 böl 2 bərabər olacaq 6 kök altında 2. Buradan x bərabərdir 6 kök altında 2 vur kök 2 böl 2. X də bərabər o 6'dır. Yəni tərəf orada 6'ya bərabərdir. 39-cu sualda cavab 6'dır. 40-cı sual. Burada OBA-nı 30 dərəcə verib. OBA. Bura 30 dərəcədirsə, onda mütləq burada 30 dərəcə. Çünki bu toxunanların kəsişmə nöqtəsindən çevrənin mərkəzinə çəkilən xətt həmişə tənbirləndir. Bu bucaq 60 dərəcədirsə, yuxarıdakı bucaq da 30 dərəcədir. İndi BC plus A, mən bura x desəm, bura avtomatik 2x olacaq. Yazırıq ki, x üstəgəl 2x bərabərdir 12'dir. Onda 3x 12'yə bərabərdir. X nəyə bərabər olacaq? 4'ə bərabər olacaq. Məndə hipotenuzu soruşur. AB də bərabər olacaq. 2 vurulsun 4, o da bərabər olacaq 8'ə. Deməli, 40-cı sualda cavab oldu 8. Keçək bu biri tərəfə. 41-ci sual yenə eyni sualdır. Keçək 42-ci suala. 42-ci sualda bizə nə deyir? Baxaq. 42-ci sualda deyir ki, radiusu R olan R radiuslu çevrənin uzunluğu R kökü olan vətərin uc nöqtələrindən bu çevrəyə çəkilən toxunanlar arasındakı bucaq. Deməli, belə bir şeydir. Belə bir şeydir. Bura R köküdür. Bura çevrənin mərkəzini götürək. Bura O nöqtəsidir. Yəni mən bura R deyirəm. Bura R deyirəm. R, onda bura olur R kök 2. Bu bucaq R kök 2-dirsə, onda mütləq bu bucaq 90 dərəcədir. Bu 90 dərəcədirsə, onda bu qövs var. Qırmızı ilə çəkdiyim qövs. Qırmızı ilə çəkdiyim qövs də 90 dərəcədir. Çünki mərkəzi bucaq söykəndiyi qövsə bərabərdir. Bura 90 dərəcədirsə, bu bucaq da 90 dərəcə olacaq. Yəni cavab burada nə olacaq? 90 dərəcə olacaq. 43-cü sual. Oturacağı 32, 12 və perimetri 32 olan bərabər yanlı üçbucaq daxilinə çəkilmiş çevrənin radiusunu soruşur. Burada deməli belə bir bərabər yanlı üçbucaqdır. Oturacağı 12'dir. Onda perimetr 32'dirsə, bu tərəfdə 10'dur, bu tərəfdə 10'dur. Daxilə çəkilmiş çevrənin radiusunu tapmaq üçün mütləq sahə tapmalıyıq. Onda 6 bölünür. Hündürlük 8 olur. Onda sahə olacaq 2'də 1 vur 8 vurulsun 12. O da olacaq 48. Onda mənə R-i soruşur. Daxilə çəkilmiş çevrənin radiusunu soruşur. O da mənə verəcək 2S, yəni 2 vur 48 bölünsün perimetr 32. İxtisar etsək 16'ya 2 qalır. Sürətdə 3 qalır. 2'lər də ixtisar gedir. Qalır burada neçə? Hələ 3'ə bərabər olacaq. 44-cü sualda cavab 3'dür. 45-ci suala baxaq. 45-ci sualda deyir ki, ACD və BCD üçbucaqlarının xaricinə çəkilmiş çevrələrin radiusları uyğun olaraq 3 və 4'dür. ABC üçbucağının daxilinə çəkilmiş çevrənin radiusunu soruşur. Yəni bax, bura 3'dür. Çünki bu ADC-nin xaricinə çevrə çəkilibsə, çevrənin mərkəzi hipotenuz üzərindədir. Yəni bura 3'dürsə, burada 3'dür. Eyni qayda ilə bura 4'dürsə, burada 4'dür. Onda AC kateti oldu 6, BC kateti oldu 8. Onda bir çıxır ki, buradan bura qədər olan məsafə olur 10. Bura 10'dur. İndi bu ASB üçbucağının daxilinə çəkilmiş çevrənin radiusunu soruşur. O da R bərabərdir 6 üstə gəl 8 minus 10 bölünsün 2. 14'dən 10 çıxırıq 4. Bu da mənə verəcək 2 verəcək. Yəni 45-ci sualda cavab 2'dir. 46 da eyni sualdır. 47-ci suala baxaq. Deyir,
İki tərəfi 12 və 15 olan üçbucağın üçüncü tərəfə çəkilən hündürlüyü 10 olarsa, bu üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu soruşur. Deməli, burada mən nə edəcəm? Diqqətlə qulaq asaq. Deməli, bura 12-dir, bura 15-dir, hündürlük 10-dur. İndi oturacağım mən x deyirəm. İndi mən burada ayrıca x-i tapmağa çalışsam, bu sual uzanacaq. Bir də fikir verin. Məsələn, mən 12, 15 bu tərəfi, mən bura A tərəfi desəm, tutan ki, B tərəfi desəm, A tərəfini tapmağa çalışsam, köklü ifadə alınır, yəni sual çətinləşəcək. Ona görə mən burada nə edəcəm? R bərabər olacaq. ABC böl 4S, 12 vurulsun 15, vurulsun x, böl 4S. Sahə bərabərdir. X vur 10 bölünsün 2, o da mənə 5x verəcək. Yəni, x-i vurdum, 10'a böldüm, 5x verəcək. Onda məxrəc olacaq. ABC böl 4S, yəni 4 vurulsun 5x-ə. X-lər ixtisar gedir, 5-dən 15 ixtisar gedir, 12-dən 4 ixtisar gedir. Hərəsində 3 qalır, onda 3-ü də 3-ə vuranda 9 edəcək. Yəni, bu şəkildə sahada onun cavabı çıxır. 49-cu sualda deyir, düzbucaqlı üçbucağın katetlərindən biri digərini 45%. Bilir 45% ədəddən 4-də 3 hissə deməkdir. 4-də 3 hissə. Yəni, katetlərə çəksəm, bura 3K-dır, bura 4K-dır mütləq. Onda Pifagordan bura 5K olur. Daxilə çəkilmiş balaca R bərabərdir 3K plus 4K minus 5K bölünsün 2. 3K, 4K, 7K, o da mənə K verəcək. K da 2'ye bərabərdir. K-nı tapdım 2. Ondaki hipotenüsü soruşur. C bərabərdir 5K-dır. 5'i də 2'ye vursaq, o da mənə verəcək 10 verəcək. Yəni cavab burada nə olacaq? 10 olacaq. De eyni sualdır. 51-ci suala baxaq. Deyir ki, R radiusu çevrə hipotenüs C olan düzbucaqlı üçbucağın daxilinə çəkilmişdir. Deməli, mən əvvəlcə burada R-i tapmağa çalışam. Bəlkə başqa həlli də var. Ola bilər. İlk ağlıma gələn budur. A1 2-dir. Bu A2-dir. Bu A3-dür. A4 13-dür. A4 13'e bərabərdir. Biz silsilə bilirik ki, A4 A1 plus 3 dedi. Bu 3-də əgər 13'dürsə, A1'in yerinə yazıram 2, 2 üstə gəl 3D 13'dürsə, onda 3D 11'ə bərabərdir. D isə bərabərdir 11 bölü 3'ə. Onda R-i tapmaq üçün 2'nin üzərinə gəlirəm D-ni, yəni 3'də 11'i. Bu da bərabər olacaq 17 bölü 3. R-i tapdım 17 bölü 3. C-ni tapıram indi. 17 böl 3'ün üzərinə gəlirəm D-ni, yəni 11 bölü 3'ü. O da bərabər olacaq 28 bölü 3. Bunu tapdım belə. İndi bizə nə deyir? Üçbucağın daxil, düzbucaqlı üçbucağından söhbət gedir də burada. Düzbucaqlı üçbucaqda bilirik ki, R bərabərdir A üstə gəl B minus C bölü 2'dir. R-i bildik də buradan, düzdürmü? Buradan A plus B-ni tapıram. C də məlumdur zaten mənə. Buradan yazıram ki 2R bərabərdir A plus B minus C. 2R. Onda 2R olur 34 bölü 3. R'i 17 bölü 3 tapmışam. Üstəgi bərabər olacaq A plus B çıx C. C-ni də tapmışam 28 bölü 3. Buradan alınır ki A üstə gəl B bərabərdir. 28 bölü 3'ü atmışam sağ tərəfə. 62 bölü 3. İndi mənə nə deyir burada? Perimetr P bərabər olacaq. A plus B plus C. Bu da bərabərdir. 28 bölü 3, 62 bölü 3. O da 90 bölü 3 bizə verəcək. Bu da mənə verəcək. 30 verəcək. Yəni 51-ci sualda cavab 30'dur. 52 də eyni sualdır. 53-cü suala baxaq. Deyir ki, hipotenüs 17 olan düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş hündürlüyü onu 2 üçbucağa ayırır. Deməli, belə bir dənə düzbucaqlı üçbucaqdır. Bu şəkildə bir düzbucaqlı üçbucaqdır. Bura 90 dərəcədir.
Hipotenüs 17'dir. Deyir ki, düz bucaq təpəsindən hündürlük endirilir. Bura deyirəm A, bura deyirəm C, bura deyirəm B, bura deyirəm M. Deyir, bu üç bucağın ACM və MCB üç bucaqlarının xaricinə çəkilmiş çevrələrə mərkəzlər. Bilirik ki, AMC də burada düz bucaqlı üç bucaqdır. Bunun xaricinə çəkilmiş çevrənin mərkəzi tam hipotenüzün ortasında olacaq. Bura bir O nöqtəsi deyirəm, O1 deyirəm. CMB də düz bucaqlı üç bucaqdır. Bunun xaricinə çəkilmiş çevrənin mərkəzi tam buradadır. Burada bir dənə O2 deyirəm. Bizə O1, O2 məsafəsini soruşur. Buraya bərabərdir. Buraya bərabərdir. Onda O1, O2 bərabərdir. 17 bölünsün 2. Bu da bərabər olacaq 8,5'ə. Yəni O1, O2 bərabərdir 8,5. Keçək 54-cü suala. 54-cü sualda nədir bizə? ABC bərabər tərəfli üç bucağında K nöqtəsi üç bucağın medianlarının kəsişmə nöqtəsidir. Yəni bərabər tərəfli üç bucaqdır. Mən bunu axıra kimi uzatsam, belə axıra kimi uzatsam, onda K nöqtəsi BM hündürlüyü olacaq, həm də median olacaq. İndi bizə deyir sinus APK 0,7. Mən belə bir şey düşünürəm burada. Bax, K nöqtəsindən də burada bir perpendikulyar endirirəm. Perpendikulyar endirirəm. Onda belə çıxır ki, bu məsafələrin üçü də bir-birinə bərabərdir. Burada bir dənə nə bilim Y deyək. Bu məsafələr üçü də bir-birinə bərabərdir. KN də, KM də. Plus da sinus APK. Bax, diqqət edəsək bura. Bu APK bucağına sinus APK. Bu APK bucağı burada. Mən bura bir alfa deyirəm. Alfa deyirəm də. Yine bura bir alfa deyirəm. Sinüs alfa 0,7'dirsə sinüs nə idi? Qarşı katet böl hipotenüs. Onda mən bura 7K deyəcəm, bura 10K deyəcəm. Çünki deyir ki, onda 7'ye bərabərdir axı sinüs burada. Onda bura 7K'dırsa, KM də 7K'dır, KN də 7K'dır. Onda BM BK olacaq, 14K. 2/1 nisbətinə görə. Onda PK plus KN plus KM. 7K, 7K, 10K. Nə qədər eləyir? 14K. Yox, 24K. 24K bərabərdir 48. Yəni PK, burada üstündə də yazaq. Bura KN 7K'dır, KN 7K'dır, KP isə 10K'dır. Bunları toplayanda olur 24K. Onda K oldu 2. Onda BM H bərabərdir BM-ə. O da bərabərdir 28'ə. Bizə üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu soruşur. Da radiusda A kök 3 böl 3'dür axı. İndi mən burada tərəfi tapmalıyım. İndi fikir verin necə tapacağım tərəfi. Bu bucaq 60 dərəcədir. 60 dərəcənin qarşısı BM-dirsə, yəni BM-i mən 28 tapmışamsa, deməli AM olacaq 28 böl 3'ə. Onda AB bərabər olacaq. AB bərabər olacaq. 56 böl kök 3. İndi gətirib eri yerinə onu yazsam mən. Onu yazsam. Üçbucağın xaricinə çəkilmiş çevrə. Burada səhv eləmədim. Diqqətlə baxaq. 7K, 14K. BM 21K diye 21K. Burada virgül var, səhv eləmişəm. BM 21K'dır. Onda bu 42 olacaq. 42. Deməli BM olacaq 42. K'nı da 2 tapmışıq da 42'dir. Onda bura olacaq 42 bölünsün. Bir dakika onu düzəldim. Bura olacaq 42 böl kök 3. Onda AB olacaq 84 böl kök 3. AB nə olacaq? AB olacaq burada 84 böl kök 3. 84 böl kök 3. Gətir qiymətləri burada yerinə yazıram. R bərabərdir 84 böl kök 3 vur kök 3 bölünsün 3. Kök 3'lər ixtisar gedir. 84 böl 3 alınır. 84'ü 3'ə böləndə bizə 28 verəcək. Yəni cavab burada nə olacaq? 28 olacaq.
Keçək 55-ci suala. 55-ci sualda nə deyir bizə? OAC 35 dərəcədir. OAC 35 dərəcədir. Yəni bura 35 dərəcədirsə, eyni qayda burada 35 dərəcədir. Çünki onda bucaq A, onda OBA 35-35dirsə, onda bura olur 20, hər biri də olur 10 dərəcə. Yəni 1-ə uyğundur B variantı. AOC ilə bağlı 35, o da 10-45, 135 olsaydı AOC yox, 35, yox, məncə uyğun gələn yoxdur burada. 35-45 nə qədər eləyir? 80. Hə, bir də E uyğundur. İkinci üçün 37 dərəcədirsə OBC, bura 37dirsə, burada 37-dir. Onların cəmi 74. 190-da 74 çıxanda eləyir 16. 16. Hər biri də 8-dir. Burada 8-dir, burada 8-dir. Bizə nəyi soruşur? Səkkiz, o da 37 dəqiqə. 37, o da 37 eləyir. 74. 74-dürsə, onda bu ikisinin cəmi olur 16. 16-dırsa, bizə OBC-ni verib də. OBC, hə, 37, o da 37. Elədi 74. Onda 16-dırsa 8 bölünür. OBA 37 dərəcə yoxdur. OBA əldə xeyr. Onda baxaq da. AOC-yə baxaq. 8, burada 45 dərəcədir. Bəli, burada AOC deməli 8 da 45 edir, 53 edir 127 dərəcə. Yəni 2-yə uyğundur D variantı. Üçüncü sualda OAB 21 dərəcədir. Yəni bura 21 dərəcədirsə, burada 21 dərəcədir. Bunlar ikisi oldu 42 dərəcə. Bura olur isə 46 dərəcə. Onda bunların hər biri olacaq 23 dərəcə. 42 buradır. Yox, olacaq 48 dərəcə. Hər biri olacaq 24 dərəcə. Onda buna da uyğundur A variantı. Başqa uyğun gələn var burada. 21. Məncə uyğun gələn yoxdur. Elə burada budur. 55-ci sual bu şəkildə. 56-cı suala baxaq. Deyir ki, düzbucaqlı üçbucağın iti bucaqlarından birinin tangesi 0, tanges alfa. Tanges alfa bərabərdir 4-də 3-ə. Onda, mən burada şəkil çəksəm, bura alfa desəm, onda bura 3K olmalıdır, bura 4K olmalıdır. Tanges qarşı katetin bitişik katda nisbətidir. Onda bura 5K olacaq, perimetr olacaq 3K, o da 4K. 7K, o da 5K, 12K. 12K 24-dürsə, K burada 2-dir. Bir də daxilə çəkilmiş çevrənin radiusunu soruşur. Bura 6-dır, bura 8-dir, bura 10-dur. Onda R bərabər olacaq 6 üstə gəl 8 minus 10 bölünsün 2, o da bərabərdir 2-dir. 57-ci sual. Deyir, AC 6 kök 2-dir. Bucaq C 80 dərəcədir. Bucaq A 55 dərəcədir. Onda bura olacaq 45 dərəcə. Yenə eyni formada bu bayaqki sualdan bura x deyək. Yazırıq ki x bölünsün. X verməyib də, bura verib də 6 kök 2 verib. Yazırıq ki 6 kök 2 bölünsün sinüs 45 dərəcəyə. Yəni kök altda 2 bölü 2-yə. O da bərabərdir 2-yə. Burada 2R bərabərdir 12-dir. R də nəyə bərabərdir? 6-ya bərabərdir. Bu 57-ci sualdır. Keçək 50. Eyni sualdır da, ona baxmıram. 59-cu məsələyə baxaq. Deyir ki, bərabər yanlı üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi 10 oturacağı endirilmiş hündürlüyü 10 cm və 8 cm-lik hissələrə bölür. Deməli, bunun xaricinə
çevrə çəkilib. Bərabər yanlı, demək üçbucağın üçbucağı bərabər yanlı üçbucaqdır. Bax, burada hündürlüyü endirirəm. Deməli, hündürlüyü hansı hissələrə bölür? 8 cm mərkəzi 10 cm. Deməli, bura O'dur, bura A'dır, bura B'dir, bura C'dir, BO 10'dur. BO 10'dur, OB isə 8'dir. Bizə deyir ki, üçbucağın perimetrini tapın. İndi mən bunu belə birləşdirsəm, buna K desəm, onda burada 8'dir. Bura 10, bura 8 ise onda bura 6'dır. Bura M desəm, onda KM də bir A deyirəm. Əgər AM adırsa, onda AK da A'dır. Vəssalam, burada düzbucaqlı üçbucağın Pifagor teoremi qururuq. A üstəgəl 6'nın kvadratı bərabərdir. A'nın kvadratı üstəgəl 18'in kvadratı. Yəni 324. Buradan A kvadratı üstəgəl 12A üstəgəl 36 bərabərdir. A kvadratı üstəgəl 324. A kvadratlar gedir. Buradan 12A bərabərdir. 320'dan 36'a çıxanda edir 298. Elə olur da bir dəqiqə. 36 çıxanda düzdür tapmışam. Onda A bərabər olacaq. 298'i bölək 12'yə. Bir dəqiqə burada səhv eləmədim. Bir dəqiqə baxaq. BO 10'dur. Onda bura 8'dir. Onda A plus 6'nın kvadratı bərabərdir. A kvadratı üstəgəl 18'in kvadratı. Deməli 324. Yox, 288 edir. 288. Onda A burada olacaq 24'ə. Bura oldu 24. İndi perimetri hesablayaq da. Onda bu yan tərəf oldu 30. Bu biri yan tərəfdə oldu 30. Aşağı isə olur 48. Perimetrdə olacaq 108'ə bərabər olacaq. 60-cı sual və sonuncu sual. Burada deyir ki, ABC üçbucağında 60-cı sual. Deməli, bizə düzbucaqlı üçbucaq verib. A, C, B. Bura 90 dərəcədir. BC-ni bizə 8 verib. Daxilə çəkilmiş çevrənin radiusunu bizə 2 verib. Onda bura mən A deyirəm. Bura isə C deyirəm. Yazıram A üstəgəl daxilə çəkilmiş çevrənin radiusunu bizə 2 verib. Daxilə, yəni üçbucağın daxilə çəkilmiş. Yəni A üstəgəl balaca yer. A üstəgəl 8 minus C bölünsün 2 bərabərdir 2'dir. Onda buradan alırıq ki A üstəgəl 8 A üstəgəl 8 minus C bərabərdir 4'dür. Buradan alırıq ki C çıx A 4'ə bərabərdir. C ilə A'nın fərqini 4 tapdım. C çıx A 4'ə bərabərdir. İndi bir dəfə də Pifagor teoremindən yazırıq ki bizə nəyi soruşur? C-ni tapmağa çalışmalıyıq da biz də. Yazırıq ki C-nin kvadratı bərabərdir. A-nın kvadratı üstəgəl 8'in kvadratı. Yəni 64. Buradan C kvadratı minus A kvadratı 64'ə bərabərdir. Buradan isə alınır ki C minus A vurulsun. C plus A bərabərdir 64'dür. Buradan C minus A'nın yerinə 4 yazıram. Onda C plus A bizə 16 verəcək. Buradan isə C minus A'ya isə 4 deyirəm. Topladım 2C 20'yə bərabərdir. C isə 10'dur. C-ni 10 tapdım. Nə lazımdır? R lazımdır. R də bərabərdir. C böl 2'dir. O da bərabərdir nəyə? 5'ə. Deməli, sonuncu sualın cavabı da 5'dir. Bu qədər. Kanala abunə olmağı, rəy yazmağı unutmayaq. Sağ olun, təşəkkür edirəm.